Salam, əziz ox atanlar və yüksələn bürcü ox atan olanlar. Kainatın ən optimist, azadlıq sevər, macəraçı və daxili müdrikliyi ilə hər kəsə ümid işığı paylayan Alov qrupunun o enerjili nümayəndələri öz xüsusi həftəlik audio proqnozunuza xoş gəlmisiniz. Sizin idarə edici planetiniz, bərəkət və şans ulduzu olan Yupiter bu həftə sizə yeni üfüqlər açmaq, xəyallarınızı böyütmək və həyatın o maraqlı tərəflərini yenidən kəşf etmək üçün möhtəşəm bir enerji göndərir. İyun ayının o bəzən dumanlı, bəzən də sizi bir yerdə sabit saxlamağa çalışan enerjisini yavaş-yavaş geridə qoyuruq və iyulun o qızmar, hərəkətli dövrünə addım atırıq. Bilirəm ki, siz bir yerdə uzun müddət qalmağı, rutinləri və sıxıcı qaydaları çox sevmirsiniz, sizin ruhunuz hər zaman qaçmaq, səyahət etmək və yeni nələrsə öyrənmək istəyir. Məhz bu həftə göy üzü sizin bu arzularınızı reallığa çevirmək üçün bir çox qapını eyni anda aça bilər. Lakin Günəşin hazırda xərçəng bürcündə, yəni sizin daxili transformasiya, ortaq maliyyə və bilinçaltı sahənizdə hərəkət etməsi sizdən biraz da dərinə enməyi, daxili qorxularınızla üzləşməyi və maddi məsələlərdə daha strateji addımlar atmağı tələb edir. Gəlin indi, heç bir yerə tələsmədən arxaya yaslanın, çayınızdan və ya qəhvənizdən xoş bir qurtum alın və bu 7 günün sizə gətirəcəyi gözəl fürsətləri və ulduzların mesajlarını günbəgün, tam təbii bir şəkildə birlikdə təhlil edək. Həftəyə 29 iyun bazar ertəsi günü ilə başlayarkən, daxili dünyanızda dərindən bir təmizlik və yenilənmə istəyi hiss edə bilərsiniz. Ox atanlar adətən hadisələrin həmişə pozitiv tərəfini görməyə çalışırlar, lakin bu bazar ertəsi səhəri ayın mövqeyi sizi biraz daha ciddi, bəlkə də biraz emosional mövzular üzərində düşünməyə vadar edəcək. Bugün xüsusilə maddi məsələlər, bank əməliyyatları, borclar, kreditlər və ya ortaq büdcə ilə bağlı mövzular ön plana çıxa bilər. Əgər həll olunmalı olan rəsmi sənədləşmələr, vergi və ya sığorta işləriniz varsa, həftənin ilk gününün enerjisindən istifadə edərək bunları qaydaya salmaq çox məqsədə uyğundur. İş yerində isə hər kəslə dərhal hər şeyi bölüşmək əvəzinə, planlarınızı biraz gizli saxlamaq, layihələriniz üzərində səssizcə işləmək sizə böyük üstünlük qazandıracaq. Ünsiyyətdə isə qarşı tərəfin gizli niyyətlərini hiss etmək qabiliyyətiniz artacaq. Əgər daxili səsiniz sizə kimdənsə və ya hansısa təklifdən uzaq durmağı pıçıldayırsa, o səsə mütləq güvənin. Axşam saatlarında təkliyə çəkilmək, ruhunuzu yoran düşüncələri geridə buraxmaq və gələcəyə dair daxili bir niyyət etmək sizə çox böyük bir yüngüllük hissi bəxş edəcək. 30 iyun çərşənbə axşamı, yəni iyun ayının bu son günündə isə daxili dünyanızdakı o buludlar tamamilə dağılır və içinizdəki o məşhur ox atan atəşi yenidən alovlanır. Bugün vizyonunuzun, yaradıcılığınızın və öyrənmək ehtirasınızın pik nöqtəyə çatdığını hiss edəcəksiniz. Xarici dillər, fərqli mədəniyyətlər, uzaq səyahətlər və ya ali təhsillə bağlı çox gözəl və sizi həyəcanlandıracaq xəbərlər ala bilərsiniz. Əgər onlayn platformalarda fəaliyyət göstərirsinizsə, daxili məzmun istehsal edirsinizsə və ya fərqli auditoriyalara müraciət edirsinizsə, çərşənbə axşamı gün edəcəyiniz paylaşımlar və ya təqdimatlar inanılmaz bir uğur qazana bilər. Merkuri sizə elə bir natiqlik və ifadə gücü bəxş edir ki, sözlərinizlə insanları sehrləyə, onları öz fəlsəfənizə və ideyalarınıza inandıra biləcəksiniz. Şəxsi münasibətlərdə də bugün olduqca maraqlı canlanmalar gözlənilir. Subay ox atanlar üçün sosial şəbəkələrdə və ya tamamilə fərqli bir mühitdə, fərqli dünya görüşünə malik, intellektual tərəfi güclü olan biri ilə yolları kəsişə bilər və bu ünsiyyət çox sürətlə romantik bir məcraya yönələ bilər. Münasibəti olanlar isə partnyorları ilə birlikdə gələcək səyahətlərin xəyalını qura və ya çox xoş bir fəaliyyət planlaşdıra bilərlər. Və budur, 1 iyul çərşənbə günü ilə birlikdə iyul ayının o təmiz, parlaq və bərəkətli ilk səhifəsini açırıq. Yeni bir aya addım atmaq sizin üçün xüsusilə karyera, cəmiyyətdəki statusunuz və gələcək hədəfləriniz sahəsində parlayacağınız bir dövrün başlanğıcı deməkdir. Göy üzü bugün sizi peşəkar fəaliyyətinizdə daha cəsarətli, daha iddialı və daha görünən olmağa çağırır. İş yerində rəhbərliyin diqqətini çəkmək, yeni layihələr təqdim etmək və ya uzun müddətdir üzərində çalışdığınız bir işin meyvələrini toplamaq üçün iyulun ilk günlərinin enerjisi mükəmməldir. Sizin o pozitiv, geniş baxışlı və risk götürməkdən qorxmayan xarakteriniz ətrafınızdakı insanların sizə olan güvənini və rəğbətini daha da artıracaq. Əgər öz biznesinizi qurmaq və ya iş mühitinizdə ciddi bir dəyişiklik etmək istəyirsinizsə, bugün atacağınız təməllər uzun müddətli və çox uğurlu olacaq. Lakin bu yüksək iş ritmi içərisində sağlamlığınızı arxa plana atmamağınız vacibdir.
Gün ərzində bol su içməyi, hərəkətdə olmağı və bədəninizin ehtiyac duyduğu vitaminləri almağı laqeyd qoymayın. 2 iyul cümə axşamı günü isə kosmik müstəvidə bəzi sərt və gərgin planetar açılar formalaşır və bu gərginlik birbaşa sizin ikili münasibətlər, evlilik və ya ortaq işlər sahənizdə özünü göstərə bilər. Bugün həyat yoldaşınızla, sevgilinizlə və ya yaxın iş tərəfdaşınızla münasibətlərdə bəzi fikir ayrılıqları, anlaşılmazlıqlar və ya ego qarşıdurmaları yarana bilər. Qarşı tərəf sizin o azadlıq sevər və bəzən detalları göz ardı edən rəftarınızı tənqid edə bilər, siz isə özünüzü təzyiq altında hiss edə bilərsiniz. Oxatan bürcünün o qırıcı ola biləcək kəskin dürüstlüyü və bəzən düşünmədən deyilən sözləri bugün aradakı gərginliyi daha da böyüdə bilər. Ulduzlar sizə məsləhət görür ki, bu cümə axşamı hər hansı bir müzakirədə dərhal haqlı olduğunuzu sübut etməyə çalışmaq əvəzinə təmkinli olun, qarşı tərəfi dərindən dinləyin və diplomatiyadan istifadə edin. Həmçinin rəsmi müqavilələr imzalayarkən və ya hüquqi sənədlərlə işləyərkən detallara maksimum diqqət yetirin, xırda bir yayınma işinizi uzada bilər. Axşam saatlarında gərgin mühitlərdən uzaq durmaq və ruhən dincəlmək ən yaxşı seçim olacaq. 3 iyul cümə günü gəlib çatdıqda isə göy üzünün o buludlu və gərgin ab-havası sehirli bir şəkildə dağılır, yerini tamamilə şən, sosial və sevgi dolu bir enerjiyə buraxır. İş həftəsinin son günündə Veneranın o gözəl toxunuşu sizin eşq, romantika, yaradıcılıq və həyatdan zövq alma sahənizdə bərq vurur. Bugün evdə oturmaq və ya sıxıcı işlərlə məşğul olmaq sizə görə deyil. Dostlarınızdan gələn dəvətlər, müxtəlif əyləncəli tədbirlər və ya sadəcə sevdiyiniz insanlarla bir araya gəlmək gününüzü rəngləndirəcək. Subay oxatanlar üçün cümə günü ətrafa yaydıqları o unikal və pozitiv maqnit enerjisi sayəsində heyranlıq dolu baxışları üzərinə çəkmək çox asan olacaq. Münasibəti olan oxatanlar isə partnyorları ilə aralarındakı o emosional və fiziki bağı yenidən alovlandıracaq, bəlkə də birlikdə qısa bir həftə sonu qaçışı planlaşdıracaq çox gözəl bir axşam keçirə bilərlər. Bugün həm də hobbilərinizə vaxt ayırmaq, sənətlə məşğul olmaq və ya sadəcə özünüzü şımartmaq üçün mükəmməldir. Həftə sonuna qədəm qoyduğumuz 4 iyul şənbə günü enerjinizi gündəlik rutinlərinizə, ev nizamınıza və sağlamlığınıza yönəltməlisiniz. Həftə boyu yaşanan o sıx ünsiyyət, iş qaçaqaçı və emosional dalğalanmalar bədəninizi mənəvi və fiziki olaraq biraz yormuş ola bilər. Şənbə gününü tamamilə özünüzü bərpa etməyə, detoks etməyə və sağlam həyat tərzinə həsr edin. Səhər tezdən durub yüngül bir idman etmək, açıq havada, təbiətdə və ya yaşıl bir parkda gəzintiyə çıxmaq sizin alov elementinizi tarazlaşdıracaq və ruhunuza inanılmaz bir canlılıq bəxş edəcək. Həmçinin evinizdə və ya iş masanızda nizam yaratmaq, artıq istifadə etmədiyiniz köhnə əşyalardan və ya sənədlərdən azad olmaq daxili bir yüngüllük hissi yaradacaq. Qidalanmanıza bugün ekstra diqqət yetirin, ağır, yağlı yeməklərdən qaçınaraq bədəninizi yüngül və vitaminli qidalarla bəsləyin. Axşam saatlarında sevdiyiniz bir kitabı oxumaq və ya fəlsəfi bir film izləmək zehninizi tamamilə sakitləşdirəcək. Nəhayət 5 iyul bazar günü, həftənin son günü gəlib çatır. Bazar gününün enerjisi sizi daha çox yaxın ailə üzvləri, doğmalar və evinizlə bağlı mövzularla bir araya gətirə bilər. Ailə daxilində uzun müddətdir müzakirə olunan amma yekun bir qərara bağlanmayan daşınmaz əmlak, təmir, köç və ya ortaq bir plan mövzusu yenidən gündəmə gələ bilər. Sizin o geniş qəlbli, ədalətli və hər kəsə motivasiya verən müdrik yanaşmanız sayəsində ailə üzvləri arasında tam bir harmoniya təmin olunacaq və hər kəsin ürəyinə yatacaq bir həll yolu tapılacaq. Bazar günü axşam saatlarında isə gələn yeni həftənin mükəmməl planlamasını etmək, hədəflərinizi kağıza tökmək üçün biraz özünüzlə baş-başa qalsanız əla olar. Keçən 7 günün hesabatını apararkən içinizdə böyük bir rahatlıq, minnətdarlıq və gələcəyə dair sarsılmaz bir inam hiss edəcəksiniz. Siz bu həftə qarşınıza çıxan xırda maneələri daxili optimizminizlə necə fürsətə çevirdiyinizi fərq edib özünüzlə qürur duyacaqsınız. Xülasə, əziz oxatanlar, 29 iyun, 5 iyul həftəsi sizin üçün həm mənəvi dərindən transformasiya yaşamaq, həm də karyera və sosial sahədə böyük uğurların təməlini qoymaq dövrüdür. Həyatın sizə təqdim etdiyi hər bir təcrübəyə böyük bir macəra kimi baxın, qorxularınızı geridə qoyun və o sonsuz ümid işığınızı heç vaxt söndürməyin. Kainat sizin o səmimi və təmiz enerjinizi hər zaman dəstəkləyir. Növbəti həftələrdə yenidən görüşənədək özünüzə çox yaxşı baxın, ulduzunuz hər zaman parlasın. Bugünlük proqnozumuz bura qədər, əziz dinləyicilərimiz.
Ümid edirəm ki, ulduzların bu həftəlik ecazkar rəqsi həyatınıza bol şans, real uğurlar və səmimi sevgilər bəxş edəcək. Hər anınızın dadını çıxarın və parıldamaqdan əl çəkməyin, hələlik.